Əziz bircələr, hamınızı salamlayıram. Artıq burada salam vermək məcburi bir hal alıb. Bugün sizə izah edəcəyim dərs Azərbaycan SSR 2-ci Dünya Müharibəsi illərindədir. Mən bu dərsi burada izah edirəm, burada bu dərsi heç kim oxumur. Heç olmasa siz o dərsi izahına baxın, bəlkə dövlətə, millətə xeyirli bir vətəndaş oldunuz. Onu deyək ki, birinci, iki dənə anlayış var bu dərsimizin içində. Birinci anlayış odur ki, 2-ci Dünya Müharibəsi illərində. Bu əhatə eləyir 1939-dan 45-ə qədər. İkinci anlayış isə Böyük Vətən Müharibəsi illərindədir. O da əhatə eləyib 1941-45-ci illərdə əhatə eləyib bu illər aralığını. Birinci dostlar, onu qeyd etməliyik ki, Azərbaycan ərazisi Azərbaycan SSR olaraq ümumi SSR-nin tərkibində idi. Hələ müharibənin əvvəlində ümumi tarixdən bunu daha geniş keçəcəyik. 39 avqustunda Molotov-Ribbentrop paktı imzalanmışdı. Bu paktda əsasən Almaniya ilə SSR bir-birlərinə söz vermişlər ki, biz olduq bu gündən qardaş, bir-birimizə müharibə elan edəməyəcəyik. Yəni bəziləri var orada deyirlər ki, ay Hitler şeytandır, Stalin mələymiş, boş söhbətdir. Bunlar razılaşmışlar müharibənin əvvəlində. Yox. Almaniya Rusiya dalaşa bilməz. Yox, dəxli yoxdur. Sülh elə dövlətlər çökən kimi o müqavilə qutardı. Çökən kimi yox, bir-birlərinə müharibə edən kimi qutardı. Nəysə bunlar bir-birlərinə müttəfiqlik elan eləyirlər, amma Almaniya sonra 39-un dekabrında elə bil SSR-nin bir dənə qış müharibəsi olur. Ümumi tarixdən bunu daha geniş keçəcəyik. O heç. SSR-in bir dənə müharibəsi olur. Bu müharibədə Finlandiya ilə mübarizə aparır. Həmin müharibədə SSR məğlub olur. Almaniya da görür ki, SSR bu müharibədə məğlub oldu. Fikirləşir ki, mən SSR-yə hücum eləsəm, bəlkə özüm SSR-ni götürdüm. Çünki artıq Avropanın böyük bir hissəsini gözəyarı əl-altı eləmişdi. Ondan sonra indi gəlir məsələnin ikinci hissəsinə 41-ci ilin iyununda müharibə elan etmədən SSR üzərinə hücum edir və bununla da Böyük Vətən müharibəsi yaxud da ki, o birisi nə idi bunun? Ya da elə biləcənə deyirlər, 41-45 müharibəsi başlayır. Dostlar, deməli bu hissədə sizə iki dənə plan adı verilir. Barbarossa adı olsun, ola bilsin bəzən Barbaros da verilir. Elə bir ciddi fərq yoxdur. İki plan adı. Bu planları bir-birindən fərqləndirməlisiniz. Çünki onsuz da topluda buna aid test də var. Barbarossa planına görə 41-ci iyununda tətbiqata başlanmışdı və bu planın tətbiqatı ilə SSR-yə hücum edir. SSR-yə. Almaniyanın SSR-yə hücum planı adlanır Barbaros planı. İkinci plan 42-ci ildə tətbiq edilmişdi. Almaniyanın Qafqaza hücum planı adlanır Edelweiss planı. Bunun hərfi mənası dağ çiçəyi deməkdir. Bəli. Barbarossa planının tətbiq edilməsi, Barbarossanın digər adı ildırım sürətli müharibədir. Barbarossa planının tətbiq edilməsi ilə Azərbaycan SSR 2-ci Dünya müharibəsinə qoşulur və Azərbaycanda hərbi vəziyyət elan olunur, səfərbərlik elan olunur, səfərbərlik çağırışı olur. 41-ci ilin sonuna qədər Almanlar ciddi sürətlə irəliləyirlər. Amma 41-ci ilin dekabrında tərəflər arasında Moskva döyüşü baş verir. Bu Moskva döyüşü Almanların Barbarossa planını yaxud ildırım sürətli müharibə planını puça çıxardı. Çünki Almanlar Moskva döyüşündə məğlub oldular. Ondan sonra artıq daha çox 42-ci ildə Edelweiss planının tətbiqindən danışmağa başlayırıq. Dostlar, Edelweiss planının məğzi belə idi ki, Almanlar Qafqazı ələ keçirib. Birinci növbədə SSR ilə Xəzər dənizi arasındakı əlaqəni kəsmək istəyirdilər. Çünki orada neft alış-verişi məsələsi var idi. İkinci növbədə Azərbaycan üzərindən gələcəkdə İraqa, Hindistana gedən yollar nəzarətə götürmək istəyirdilər. Ona görə əsas hücum hədəfi Şimali Qafqaz olur. Şimali Qafqazda Stalingrad döyüşü baş verir. 42-ci ilin payızında başlayır bu Stalingrad döyüşü. Cəbhənin ən böyük döyüşüydü bu Stalingrad döyüşü və dönüş döyüşü olur. Müharibənin bu Stalingrad döyüşünün axırında artıq üstünlüyü SSR-i ələ alır. İndi onu ümumi tarixdən yenə deyirəm, keçəsiniz ətraflı. Almanlara qarşı əks hücuma başlayırlar. Biz sadəcə burada nəyi öyrəndik? 42-ci ildə Azərbaycanın SSR-də bir sıra tədbirlər görülür. Məsələn, Təzə Kitabda deyir təyyarə zavodu açılır. Köhnə Kitabda 3-4 dənə silah adı vardı. Katyusha, Yakut, Şpagin. Onların hansınsa ikisinin adını çıxardıblar, birinin adı var.
Bir sıra silah zavodları açılır, silah zavodları fəaliyyətini bərpa eləyir, yeni qurğular inşa olunur. Sonra ümumiyyətlə bu dövrdə iqtisadiyyatda əsas ən böyük yenilik, ən lazımlı yenilik o olur ki, vaqonların tankerlərin arxasına sisterni, yəni çənləri qoşub neft daşıyırlar. Neft daşımada belə 2-ci Dünya müharibəsi illərindədir, bu illərində. Olan yenilik buydu, əsas yenilik buydu. Və burada isə indi bizə orada xüsusi bölmələr var. Hansı bölmələrdir? Birinci lazımlı bölmə diviziyalardır. İkinci lazımlı bölmə iştirakçılardır. Üçüncü lazımlı bölmə o partizanlardır. Diviziyaların adını ümumi yazıram. 77, 223, 402, 416, 271. 271. Dostlar, bir dənə sizə sual verəcəm ki, Azərbaycanın ilk milli diviziyası hansı diviziya olub? Neçənci diviziya olub? Siz deyəsiniz 77-ci diviziya. 77-ci diviziya 1920-ci ildə yaradılmışdır. Və belə bir sual da var ki, hansı diviziya idi ki, 2-ci Dünya müharibəsi illərində yaradılmamışdı? Yenə cavab 77-dir. Çünki 20-də yaranıb, 38-də ləğv olunub, 41-ci-də bərpa olunub, yaradılıb yox, bərpa olunub. 77-ci diviziyanın Simferopol diviziyası adlanır, həmin ərazi uğrunda döyüşübdür. 77-ci diviziya Qafqaz uğrunda döyüşlərdə iştirak eləyib və onun döyüşdüyü ərazinin qısaltması Kuldur. Kitabınızda yazılıb. Bu Latviya, Litva uğrunda döyüşlərdə iştirak eləyib, Ukrayna bir də Kırım uğrunda döyüşlərdə. 223-cü diviziya. Buradan bir dənə bunu dairəyə alıram. Bununla bağlı bir söz deyəcəm sonra. 223-cü diviziyada Qafqaz uğrunda döyüşlərdə iştirak eləyib. Və bunların oxşar xüsusiyyətdə ayrı-ayrı vurğulayıram ona görə. 223-cü diviziyanın adı Belqrad diviziyasıdır. Belqrad. Qafqazdan başqa bu diviziya gedir, Belqrad uğrunda döyüşlərdə iştirak eləyir. Sonra 44-cü ildə Yugoslaviya, Rumıniya, bir də Bolqarıstan uğrunda döyüşlərdə iştirak eləyir. 223-cü diviziya. Bu da 41-ci ildə yaranıb. Bu da yox daha doğrusu. Bu 41-ci ildə yaranıb. 402-ci diviziyada 41-ci ildə yaranıb. Amma deyir 402-ci diviziya, bu dediyimin hamısı bir sual cümləsidir. 402-ci diviziya öz şəxsiyyətinin əsasını itirdiyinə görə birləşdirilmişdir 416-ya. Birləşdirilən hansı olur 402, tərkibinə qəbul edilən hansı olur 416. 402 haqqında elə bir məlumat yoxdur. 416 haqqında məlumat var. Birinci növbədə 1942-də yaranıb. İkinci növbədə Taganrog diviziyası adlanır. Taganrog. Hansı ərazilərdə döyüşlərdə iştirak edib? Qafqaz uğrunda da döyüşlərdə iştirak edib. Üçü də, yox 4 oldu. 1, 2, 3, 4. 4'ü də Qafqaz uğrunda döyüşlərdə iştirak eləyib. Bir dənə 271 iştirak eləməyib. Yəni siz çaşdırmaq üçün belə bir şey verə bilərlər. Taganrog diviziyasının ən axırıncı döyüşü Berlin uğrunda döyüşlər olur. Bayrağı sancırlar Reichstaga. Yapışdırırlar ora Sovet babanız. Onun babası. Bayrağı gedir sancır. Yekun isə sonuncu 271, 42-ci də yaradılır və bu diviziyanın belə deyim, qısaltması var. Puç. Polşa, Ukrayna, Çexoslovakiya. Bu üç ərazi uğrunda döyüşlərdə iştirak edib. Bunlar sizin diviziyalarınız. İndi keçirik şəxsi heyətə. Şəxsi heyətdə cümlələr var dostlar, önəmlidir. Birinci növbədə mən sizə sual verəcəm. Hansı Azərbaycanlı ki, sağlığında 2 dəfə Sovet İttifaqı qəhrəmanı adı almışdı? Deyəsiniz. Sağlığında 2 dəfə Sovet İttifaqı adına layiq görülən kim idi desəm, deyəsiniz ki, Həzi Aslanov. Ad aldı çünki fərqdir. Ümumiyyətlə, birinci Sovet İttifaqı qəhrəmanı adı alan Azərbaycanlı İsrafil Məmmədov. Novgorod vilayətinin Pustinka kəndi uğrunda döyüşlərdə alır Sovet İttifaqı qəhrəmanı. İndi gəl Həzi Aslanovdan biraz geniş danışaq. Bəli. Ya. Sən də manıssan, ancaq öz kuruqunu tanıyırsan. Adı ola bilər ki, İsrafildir. Əsas lazım olan adam Həzi Aslanovdur. Həzi Aslanov. 2 dəfə alıb edəsən. Yox, indi onu deyirəm də bə. Almayıb 2 dəfə. Öləndən sonra. Həzi Aslanov Moskva döyüşündə iştirak edib. Bax, 2 dənə şəxsiyyət var. Həzi Aslanov və Tofiq Yaqub Quliyev. İkisinin oxşar xüsusiyyəti
Moskva uğruna döyüşlərdə iştirak eləməsi. Digər oxşar xüsusiyyətləri isə Stalingrad uğruna döyüşlərdə iştirak eləməsidir. Stalingrad. Amma fərq bilirsiniz nədir? Stalingrad uğruna döyüşlərdə həlak olan kim oldu soruşsam, siz deyəsiniz Yaqub Quliyev. Amma Stalingrad uğruna döyüşlərdə Sovet İttifaqı qəhrəmanı adı alan kim idi desəm, deyəsiniz ki, Həzz Aslanov idi. 42-ci ildə. İkincisi 44-cü ildə idi. Bu Belarusiya, Baltikanın torpaqlardakı döyüşlərinə görə verməli idilər, amma bunun sənədlərini gizləyirlər, neynirlərsə 91-də təsdiq olunur, yəni ölümündən sonra. Bir də ki, onun cinahlardan zərbə tank taktikası var idi. Həmin taktikadan istifadə eləmişdi. Bu sizin Həzz Aslanovunuz. Sonra olan şəxsiyyətləri surətli danışmaq olar. Yaqub Quliyev Stalingrad uğruna döyüşüb, Sovet İttifaqı qəhrəmanı adı almayıb. Sonra təyyarəçi vardı, Adil Quliyev alıb Sovet İttifaqı qəhrəmanı. Xıdır Mustafayev var idi. Xıdır Mustafayev Kiyev uğrunda döyüşlərdə iştirak edib, alıb Sovet İttifaqı qəhrəmanı. Yox, döyüşçü olub. Partizan başqa. Hə, Xıdır Mustafayev dedim. Cərəy Əsədov var idi. Cərəy Əsədov Rumıniya uğrunda döyüşlərdə iştirak edib, Sovet İttifaqı qəhrəmanı adı alıb. Qafur Məmmədov var idi. Qafur Məmmədov köhnə kitabda yazır, Tuapsi uğrunda. Təzədə çıxardıblar Tuapsi sözün. Nə yazırlar bilmirəm, eləcən yazır deyəsən. Fədakarlıq göstərib, PK nəzər, nə bilim. Danışıblar da. Sonra Yusif Sadiqov var, Ziya Bünyadov var. Ziya Bünyadov buradakı Polşa və Çexoslovakiya uğrunda döyüşlərdə iştirakına görə Sovet İttifaqı qəhrəmanı adına layiq görülür. Ziya Bünyadov həm də tarixçidir. Ağırda ağzından atıb öldürürlər evin qabağında. O nə deməkdir ki, ağzından atmaq? Çox danışır. Ay sus o. Çox danışma. Və danışmamalı olduğun şeyləri danışma. Hə, bir də kim dedim? Yusif Sadıqov. O da ki, bayaq dediyim bayraq sancma əməliyyatı olmuşdu. Bayraq sancma əməliyyatına da iştirak eləmişdi. Berlinə, Brandenburqa bayraq sancmasına iştirak eləmişdi. Şəxsiyyətlər bu qədər, şəxsi heyət. İndi keçirik partizanlara. Partizanların içərisində birinci adam var, onu həmişə unudurlar. Vilayət Hüseynov. Mussolini'nin həbsində iştirak eləmişdi, Vilayət Hüseynov. Onun şəkli də yoxdur, adını da təmtəraqlı yazmayıblardı, hamı gözdən qaçırdır, amma mən soruşuram. Sonra iki dənə cütlük var. Cavad Həkimli, bir də bizimkinin adı nə idi? Mehdi Hüseynzadə. Bunlar Yugoslaviya və İtaliya xəttləyib orada şey eləyiblər, xüsusi göstəriblər ki, bunlara diqqət elə. Biri komandir olub, biri komissarı. Onları əzbərləyirsən. Bu Mehdi Hüseynzadənin şərəfinə, bunun ümumiyyətlə uzaq sahillərdə filmi çəkilir. 44-də ölüb Mehdi Hüseynzadə. 57-də buna Sovet İttifaqı qəhrəmanı adına veriblər. Şərəfinə də bir dənə uzaq sahillərdə. Məşhur Mikhailo budur. Mehdi Hüseynzadə. Sonra köhnə kitabda qadın vardı. Ailə Rüstəmbəyev onun adını çıxardıblar. Mehdidən sonra bir də gəlir şey, Armet Mişel, Əhmədiyyə Cəbrailov. Bu da maraqlı adamdır. Şəkilidir. Deməli, bu Fransanın Paris və Rodes şəhərləri uğruna döyüşdə iştirak edib. Charles de Gaulle'la bir yerdə döyüşüblər. Sonra elə olur ki, müharibə qutarır, bu gəlir Şəkiyə. Charles de Gaulle da təsadüfən olur Fransanın prezidenti. Bir gün Charles de Gaulle gələndə SSR-yə, onda səhv eləmirəmsə, bilmirəm, onu çaşa bilərəm. Bəlkə də Xurşov idi, bəlkə Stalin. Buna deyirlər ki, köhnə izahda demişəm məsələn. Deyirlər, bu deyir ki, mənim bir dənə döyüş yoldaşım vardı, Şəkili. Onu tapın gətirin. Adamın adı Əhmədiyyə Cəbrailovdur. O da bunu Əhmədiyyə Cəbrailov kimi tanımırdı axı. Ya Xarqo deyirdi, ya da Armet Mişel. Gəlib Şəkini ələfələ eləyiblər ki, Armet Mişel adlı adam yoxdur. Axırda bitər görüblər ki, Əhmədiyyə Cəbrailov da ölülmüş yaşından. Tutub aparırlar ki, gəl görüş. Ondan sonra Əhmədiyyə Cəbrailov həqiqətən öləcəkmiş. Nəsə indi o söhbət orası yadından çıxdı. Əhmədiyyə Cəbrailov ondan sonra. Deyəsən bunu yazmışdım. Köhnə izahda burada nəyisə səhv demişəm bu hissədə. Əhmədiyyə Cəbrailovun qohumlarına biri giriflər yazmışdı. O yadıma düşür, nəsə demişdi ki, bilmədiyin şeyi danışma, yoxsa səni də ağzından atarıq. Mən dedim ki, heç olmasa gedim mən də bir dəfə Sovet İttifaqı qəhrəmanı adamım, sonra ağzından atın da. Boş-boş yerə nəyə atırsınız elə? Güllərinizə yazınız gəlsin. İndiki tələbələrdə də güllə var. Neysə, Əhmədiyyə Cəbrailova axırda Fəxri Legion ordeni verirlər, Hərbi Xaçlıq ordeni verirlər. Bu da 44-cü ilin avqustunda Parisdə paradda iştirak edir. 4 dənə adam almışdı Fransanın mükafatını. Biri elə bu Əhmədiyyə Cəbrailovdur, Daniel Abdullayevdir, Şıxlinskidir, bir də Mehmandarov. Bu 4 nəfərə orada da oxşarlıq qeyd edilib. Bəyək bir sizin haqqında danışmasınız. Stalingrad döyüşünün iştirakçıları barədə, onun yadından çıxıb deməmişəm. 4 nəfər idi ümumilikdə. İkisi kişi idi, ikisi qadın.
Qadınlardan biri snayper idi. Bu snayperi keçən dəfə də demişdim. Snayper nə deməkdir? Uzaq məsafə. Xeyr. Snayper insandır. Bildiyiniz kimi əzizlərim, ingilis dili oxuyarsınız da. Nə deməkdir bu Pərvaz? Ayso. Sürmək nə deməkdir? Drive. Bu R şəkilsi snayper nətər yazılır? Bizim dildə belə yazılır da. Bəli. Bu R icraçıdır. Çığ şəkilsidir. Silahın adı snayper tüfəngidir. Snayper isə icraçıdır. Yəni biz snayper tüfəngindən atəş açan adama snayperçi demirik. Adamın adı snayperdir. Söz budur, icraçı. Görürsünüz? Qadınlar snayper olur. Böyle bir qayda yoxdur. Sadəcə qadınlarda dəqiqlik məsələsi, bir də bəzi bir şey var, onlar var deyə, üstünlük qadınlardadır. Amma kişilər də snayper olur. Serblər snayperindən məşhurdur. Serblərin kişi snayperləri var ki, killer kimi fəaliyyət göstərirlər. Kurtlar Vadisi'ne baxmısansa, orada da var. Nəysə. Qadın idi, Ziba Qəniyeva. Bir də hərbi təyyarəsi qadın vardı, Züleyxa Seyid Məmmədova. Bu ikisi də Stalingrad döyüşündə iştirak edibdi. Elm təhsildən danışanda onu demək lazımdır ki, orada bu dəfə Yusif Məmmədəliyevin adı var. Azərbaycan böyük alimlərindən biri olmuşdu. Donmayan, yüksək oktanlı benzin kəşf eləmişdi. Bunun nəticəsində də Moskva döyüşlərində Almanların Moskvanı almasının qarşısını almışdı. Çünki Almanlar soyuqda gəlirlər, benzinlər donur, Ruslar müqavimət göstərir sona qədər. Moskva və Stalingrad sonraki döyüşlərdə. 1945-ci ildə Azərbaycan köhnə kitabda yazırdı ki, 1935-də Azərbaycan SSR-nin Elmlər Akademiyasının filialı açılır, onu çıxardıblar. Bir dənə deyək ki, 45-ci ildə Elmlər Akademiyasının özü açılır. Azərbaycan SSR Elmlər Akademiyası. İlk prezidenti olur Mir Əsədullah Mir Qasımov, onun adı yoxdur burada, mədəniyyətin içində keçəcəyik. Əziz dostlar, bu dəfəlik sizə 2-ci Dünya Müharibəsi dərsini izah elədim. Başqa bir söz demək istəmirəm. Maraqsız və can sıxıcı bir izah başa çatdı. Özünüzə yaxşı baxın.